Salam dəyərli izləyicilər. Deməli, kainat sınaqlar toplusundan belə bir PDF-dən sınaq 1 paylaşılıb, sınaq 2-yə baxırıq. Magistratura imtahanı üçün. Hər hansı bir yerdə qüsur olsa, hələ ki xəstəyəm. Üzrlü sayarsınız. Deməli, sınaq 1-də birinci çox bəsit bir cümlədir əslində. Deyir, aya hörmət məqsədi ilə kimdirsə, satışa çıxarılan albomda 30 sənətçi var, amma 40 dənə mahnı var. Demək ki, ən azından bir dənə adam 2 dənə mahnı oxuyub. Birdən çox oxuyub. Çünki 30 dənə adam var, 40 dənə mahnı necə oxuya bilirlər? Adamdan çoxdur mahnı. Ona görə sənin cavabın elə A variantı. Bax, albomda ən azı bir dənə sənətçi, bir adam birdən çox mahnı ifa edib. Tam doğrudur. Tam qənaətə gəlmək olar. Digərlərinizi yoxlasa səhv olacaq. 1A. 2-də də yəni müəyyən bir qaydası olmayan bir suallardandır. Yəqin ki, görmüsünüz bu suallardan. Deməli, mən nə etmişəm? Fiqurda çalışmışam ki, bacardığım qədər, mən biraz əl qabiliyyətim zəifdir. Bacardığım qədər yerləşdirim. Məsələn, Y variantını yerləşdirmişəm burada. B variantını burada yerləşdirmişəm, fiquru. C variantını burada. A variantını burada. Məndə bir dənə D variantı istifadə olunmadı. Kvadratı düzəldəndə. Cavab D. Növbəti. Deməli, qeyri-aşkar operatordur. Üçbucaq müəyyən bir əməliyyatı yerinə yetirir. Bu işarə müəyyən bir əməliyyat. Üçbucaqda bu ədədləri toplayır. Baxın, yazmışam burada. 28 ilə 8-i toplayır. 36-dan kök alır. 47 ilə 34-ü toplayır. 81-dən kök alır. Digər tərəfdə isə buna oxşar bir yol olmalıdır. Çox böyük ehtimal. 28-dən 19 çıxıram, görürəm 9. Kök alır. 3. 81-dən 32 çıxıram, 49. Kök alır. 7. Alındı. Demək, belə üçbucaq əməliyyatını burada yerinə yetirsəm, nə idi? 11-in üstünə 38 gəlməliyəm kökün altında. Və bu işarə isə çıxmalıydım birincidən. 79-dan sualı çıxsam kökün altında. Onda belə çıxır ki, bunların özləri bir-birinə bərabərdir. Yəni 11-in 38-in cəmi 49. Onda belə çıxır ki, bu tərəfdə də 49 olmalıdır. İndi 79-dan nə çıxanda 49 eləyir? Sualın yerinə 30 olmalıdır. B variantı. Burada analogiya. Hünər göstərsən, yəni hünər etsən, qəhrəmanlıq olacaq və qəhrəmanlıq nəticəsində sənə alqış düşəcək. Məsələn, qəm bizə kədər gətirir, kədər də artıq bizə göz yaşı gətirir. Yəni cavab D variantı. Yəni cümlə şəklində qursaz alınır. Bu tip fiqurlarda isə, fiqurların birləşməsində isə mən burada göy qələmlə göstərmişəm. Fiquru tamamlayıram, yəni bu düz bucaqlıya. Yerdə qalan bu göy qələmlə çəkdiyimsə variantda da. Bir şey var ki, variantda C variantıdır. Yerləri dəyişilib. Yəni tərsinədir. Bizim yuxarı hissəmiz budur. Bu hissə. Aşağı hissəmiz isə budur. Burada. Yəni variantlar dəyişilə bilir. Fiquru fırlada bilir yəni. Ona görə sənin cavabın C variantıdır. Sonra universitetdə auditor olur. Burada fikir verin nəyə? Aid olmayanı istəyir. Analoji olmayanı istəyir. Universitetdə auditoriya olur. Şkafda rəf olur. Məktəbdə sinif olur. Binanın mənzili olur, meşənin də ağacı olur. Amma yosunun dənizi olmur. Dənizdə yosun olur. Yerləri dəyişilib. Cavab Y. Burada analogiyadır yenə. Sözləri bir-bir yazmışam. Çox vaxt böyük ehtimal ki, sözləri yazmaya ehtiyac olmur, amma hamısını qeyd eləmişəm. İnşaatçı şəxsdir, artist şəxsdir, direktor şəxsdir, tərcüməçi şəxsdir. D variantında ekskavator isə şəxsdir, şəxsi bildirmir. Növbəti çoxlarının yararlı olan məsələdir. Deməli, bir şirkətdə işləyən kişi qadınların sayı eynidir. Faiz məsələsində sayı yaxşı olar ki, 100x götürək ki, işləmə yazanda olsun. Kişilərin sayı 100x-dirsə, onda qadınların sayı da 100x-dir. Niyə? Əvvəldə demişdik ki, sayılar bərabərdir. Və görürəm ki, burada əcnəbi olmayanlar, əcnəbilər var. Kişiləri də əcnəbi olmayan qrupa ayırmışam. Qadınları da əcnəbi olmayan qrupa ayırmışam. Birdən lazım olar. Amma bizə əcnəbilər lazımdır. Bizə deyir ki, qadınların 60%, 100x-in 60% nə qədərdir? 60x. Əcnəbidir. Kişilərin isə 30%, 100x-in 30% nə qədərdir? 30x. Əcnəbidir. Və bizə deyir ki, şirkətdə 63 nəfər əcnəbi işləyir. Yəni 30x-in 60x-in cəmi 63-ə bərabərdir, belə çıxır ki. Bunu hesablasaq görərsiniz ki, 10x 7-yə bərabərdir. Bu şəkildə qalsın. Deyir, şirkətdə işləyən cəmi neçə işçisi var? Yəni kişi qadın bir yerdə. Kişi qadın bir yerdə nə qədər? 100x, bu da 100x. 200x. Ümumilikdə 200x-dir. 200-ü mən belə yazaram. 20 vurulsun 10x. 200x-i belə yazaram. 20 vurulsun 10x. 10x də nə idi? Bayaq tapmışdıq.
7. Yəni 20-ni 7-yə vuraram. Mənim cavabım 140 nəfəri vermiş olacaq. D variantı. 9. 9-cu sualda nəsə problem görürəm. Həm variantlarda, həm burada məsələn A, B, C, D qoyub burada. Burada yəqin 1, 2, 3, 4 və 5 rəqəmləri olmalı idi. Yəni PDF-də ola bilsin səhv düşüb. A, B, C, D onu başa düşdük. Sonra məsələn burada belə deyək də, birinciyə baxsam, mən burada bu şəkildə olmalıdır yazmışam. Yəni xəttin üzərində diaqonal xətti və bu xəttin üzərində diaqonal xətti bu formada sağ tərəfində də belə bir işarə olmalıdır. Bu A var, birincidə səhvdir. Çünki xəttin üzərində diaqonal olmalıdır, amma xəttin üzərində həmin bu sağdakı işarəni verib. Ona görə birinci səhvdir. Birinci səhvsə A, D, Y, C variantları getdi. Belə çıxır ki, B variantı doğrudur. Bunlar da B variantı doğru götürüblər. Yəni cavablar hissəsində. Amma 3 yanlışdır axı. Fikir verin. 3-də mən burada həmin bu fiquru aşırda gətirsəm, fırlada. Alınacaq burada. İndi fikir verin. Xəttin üzərində X verib. Baxın, xəttin üzərində bizdə diaqonal olmalı idi. Ona görə 3 yanlışdır. 3 yanlışsa onda burada heç bir variant qalmadı. 1 yanlış, 3 yanlış, heç bir variant qalmadı. Bir dənə də bu 9-cu suala mənə siz baxarsınız, amma məncə səhvdir 100%. Sonra bax, 10-cu sualda da problem var. Burada nəsə eləmək istəyiblər. Görün, baxın, burada nümunələr verib. Bu 2 dənə nümunə. Nəsə eləmək istəyib, amma nəsə alınmadı məndə. Çünki elə birbaşa bununla cavab çıxmırmı? Ürək işarəsi səndə deyir, ürək 21, ürək 27. Belə çıxır ki, onda 3A 21-ə bərabərdir. A 7-dir. Sonra B-nin kubu 27-yə bərabərdir. Onda belə çıxır ki, B 3-dür. Burada da düstur verib də sizə. Yəni, burada işarə verməyib baxaq. Ona görə məsələn, problemli sualdır. 7-nin 3-cü cəmi 10. Cavabı da 2 veriblər. Ona görə yəni, burada nəsə eləmək istəyib sualda. Alınmayıb, yəni. Nəsə düşməyib burada. Məncə bu da problemlidir. 11 nisbətən sadədir. Amma 11-in cavabı səhv verilib məncə. Deməli, mən 3-cünü A variantında buraya yerləşdirmişəm. 2-cini qoymuşam bu formada, yuxarı hissəsinə. Və digərlərini də bura qoymuşam. Yəni 1 ilə 4. 1 ilə 4 onsuz eyni fiqurdur da. Fərqi yoxdur. Məndə A variantı alınıb burada. Bunlar amma Y variantı veriblər cavabda. Ola bilsin ki, yəni cavab hissəsində yenə problem var. Yenə siz baxarsınız. 11-də də cavablarda yanlışlıq var. Mənə görə. 12. 12-də də mən nə edirəm? Məndə deyirik 3 qrup var. Birinci qrup, ikinci qrup, üçüncü qrup. Və mənə demişdi ki, hər birində 2 və ya 3 nəfər olmalı. Sonra mənə deyir ki, A-üssü 2 nəfərlik qrupdadır. Deməli, 2 nəfərlik qrup var. Bir də 2-3. 2-3-dən istifadə edib necə qura bilərsən sən? Deyək ki, 8-i. Ancaq 2, 3, 3. Çünki niyə? A-üssü 2 nəfərlik qrupdadırsa, deməli, A-üssü bir dənə 2 nəfərlik qrup var. Bir dənə 2 varsa, yerdə qalan payına 6 qaldı. 3 nəfərlik qrupdan ancaq düzəldə bilərsən. 3, 3. Onda belə çıxır ki, 1, 2-ci qrup, 1, 2, 3-cü qruplarda 2 nəfər, 3 nəfər, 3 nəfər yerləşdirməlisən. Bunları müəyyən elədik. A-üssü 2 nəfərlik qrupdadır. Deməli, A-üssü bura yazılacaq. Çünki 2 nəfər o yazmışam, 2 nöqtə qoymuşam. Bahar Gülər eyni qrupdadır. Bunu bilmirəm. Çünki Bahar ya 2-ci qrupda olacaq Gülərlə, ya da 3-cü qrupda olacaq. Bunu yerləşdirmək olmur. Keçirəm o bir suala. Cavid ilə Faiq müxtəlif qruplardır. Bu da olmur. Cavidi birincidə də yerləşdirərəm, digər bütün yerlərdə yerləşdirərəm. Dünya ekskursiyaya ya saat 16:00-da ya da 20:00-da gedib. Bunu da bilmirəm. Faiq ekskursiyaya Elxandan əvvəl gedib. Yenə bilmirəm. Faiq ola bilsin birincidə olsun, Elxan da bu 2-3-dən birində əvvəl gedib də. Amma indi bura baxın. Əgər Həsən və Aysu ekskursiyaya getmə vaxtı 16-da başlayıb. Deməli, Həsən anası eyni gedib də və 16-da başlayıb. Bunlar 16:00-da başlayıb. Aha. Demək, qayıtdım o Faiq söhbətinə. Faiq ekskursiyaya Elxandan əvvəl gedibsə, Faiq mütləq 2-ci qrupdadır. Belə deyək də, 2-ci qrupda Faiq olsa, bu 18:00 qrupudur. Və yerdə qalanlar 20 qaldı. Əgər belə düşünsək. Onda Elxandan əvvəl gedibsə, Elxan da məcbur 3-cü qrupa yerləşdirməlisən. Bu 2-ci, 3-cü qruplar şərti olaraqdır. Yəni saata baxın siz. 18:00 birinci 100% Faiq olmalıdır ki, ondan sonra Elxan gəlsin. Aha. Və başlayıbsa saat indi bir dəqiqə. Dünyada ya 16-da idi, ya da 20-də idi. Baxın, 16 artıq istifadə olunub axı. 2 nəfərlik qrupda yerlər də olub. Deməli, dünya məcbur getməlidir hara? 20:00-a. Yəni ya 16 ya 20 olmalıdır, 20:00-a getdi. Cavidlə Faiq, bir də deməli,
Bir də Baharla Gülər eyni qrupdadır. Baxın. Baharla Gülər eyni qrupdadırsa burada bir nəfər yer qalıb. Burada 2 nəfər necə yerləşdirim? Burada 2 nəfərlik yeri qalıb. Deməli Baharla Gülər buradaymış. Baharla Gülər burada yerləşəcək. Bir dənə qaldı. Cavid. Cavid də gəldi düşdü bura. Vəssalam. Mənə deyir ki 20:00-da kimlər ekskursiyaya gedib. Baxın 20:00 bu hissədə. Kimlər ekskursiyaya gedib? Elxandır, belə deyək də, Elxandır, Dünya da Caviddir. Bu da C variantında verilib. Növbəti sual. Kuba aid bir sualdır. Biz bilirik ki, kubda qarşı yüzlər eyni olmamalı, eyni yığılanda eyni yerdə görünməməlidir. Burada 1 ilə 3 qarşı yüzdür. C variantında verilib, səhvdir. Bir də 6 ilə 2 qarşı yüzdür. Y variantında verilib, səhvdir indidən. Vəssalam, daha qarşı yüzlər yoxdur. Sonra deməli, mən elə A variantına baxsam, bax buradakı biri aşırtsam, burası formaya salsam. Bu tərəfdən baxsaz, bax bu tərəfdən baxsaz, sol tərəfdən. 5-in üzərində bax yaşıl qələmlə qeyd eləmişəm. 5-in üzərində 1 olsa, yaşıl qələmlə qeyd eləmişəm. Sağ tərəfində 6 bu formada olacaq. Fikir verin. 5-in üzərində 1 olsa, sağ tərəfində 6 düz formasında olacaq. 3 nöqtələr bax belə gələcək. Ona görə elə sənin A variantın doğrudur. Sonra maddə halı buxar, yəni maddə halının növ olaraq, bax qeyd eləmişəm sözlə, növ olaraq buxar ola bilər. Fiqurun növü də üçbucaq ola bilər. Cavab burada C variantı. Sonra parkda bu 15-in variantları digər tərəfdə qalıb şərtləri. İndi baxacağam. Parkda soldan sağa dönüb nömrələnmiş 6 yer var. Mən də qeyd eləmişəm 1-dən 6-ya qədər nömrələnmiş yer. Və məlumdur ki, Ceyranın maşını 4 nömrələnir. Ceyran gəldi, düşdü 4-ə. Ceyran qeyd elədilər. Sonra Vüsalə Elşənin maşınları yan-yanadır. Bunları elə bilmirəm. Və burada mənə şərt verib ki, baxın burada bir şərt verib ki, Babəkin maşını 3 nömrəli yerdə olarsa. Deməli Babəkin maşını da 3 nömrəli yerdədir. Və ondan sonra da çox bəsit sual olur. Çünki variantlara baxsaq, deyir ki, Alının maşını ilə Fərmanın maşını yan-yanadır şərti var idi. C variantında isə, doğru cavab C variantıdır. Alının maşını 1-ci nömrəli yerdə. Məndən deməli tamamilə səhv olan variantı istəyir. Əgər Alını mən 1-ci yerə qoysam, deyir Alı 1-ci yerə, Fərman da gəlməlidir məcbur 2-ci yerə. İndi burada bir dənə şərt var idi. Babəklə Fərman yan-yana deyillər. Şərti pozulur. Yəni bu şərt ödənmir. Deməli sənin cavabın səhv cavabın hansıdır? C variantı. Ödənmədi. Məsələn. X şərti dilində burada şifrələnmədir. Hər sözə uyğun bir hərf birləşməsi. Deməli mən sözünü buradan qeyd eləmişəm. Af. Baxın mən. Bu söz də var idi. Sonra səni sözü sefi. Görür sözü isə baxın 3-cüdə verilib. Ris. Olacaq ris. Bu uyğun hardadır? Af, sefi, ris. A variantda verilib. Cavab A variantı. Növbəti, yəqin bu növbətin artıq deməsəm də görünür də. Baxın burada qeyd eləmişəm. Rəqəmlər bir-birindən çıxır. 9-dan 4-ü. 5-dən 2-ni çıxır. Bir-birinə vurur. Yəni burada 5 alınır. Burada 3 alınır. 3-ü 5-ə vurur. Burada 15 yazılır. Vəssalam. Yəni bu qayda ödənəcək. Ona görə də birbaşa suala keçsək. 4-dən 1 çıxıram. 3. 9-dan burada 2 çıxıram. 7. 3-ü 7-yə vuran neçə eləyər? 21. B variantı. Hərf sırası pozulmuş. Deməli, birinci variant A variantında sürvə sözüdür. Damotu sözüdür. Yenişam, itburnu. Y variantda müalicə. Sən bilirsən ki, bu əvvəldə saydığımız ilk 4 dənə bitkidir. Müalicə isə tamamilə başqa bir şeydir. Cavab Y variantı. Sonra bəsit bir faiz diaqram sualı. Ümumi hamısını toplasaq 100% deyir. A, B, C cəmi. Sən də hamısını toplayırsan. A-ya uyğun 200-dür. B-yə uyğun 80-dir. C-yə uyğun 120-dir. Bunların hamısını cəmi eləyəcək bizdə 200, 200, 400. 400-ə uyğun 100%-dirsə, A-la C-ni deyir topla, B-ni çıx nə hansı faizədir? A-la C nədir? A 200-dür, C 120-dir. 320, B-ni çıx. 120-ni çıx. Düz dedim mən. A ilə C, A ilə C 80-ni topla. 320, 120 çıx 200. 380 bir dəqiqə. A ilə C-ni topla. A 200-dür, C 120-dir. 320. A isə 320 və B-ni çıx. B də 80. 320-də 80 çıxanda 240. Deməli 240-a uyğun x faizdir. Qeyd olunub. Sən burada tənasübdə görürsən ki 400 2-yə 4-ə bölünüb 100 olubsa, 240 da 4-ə bölünüb x-in buradan 60 olduğunu görəcəksən. D variantı. 20-ci sual. Elm adları. Elm adlarının
mümkün qədər öyrənin. Məncə çox adam bilir, qruplarda, Telegram qruplarında falan var. Elm adları olan bir müəyyən bir hamısını təbii ki öyrənmək olmaz, çünki çoxlu elm adları var. Müəyyən lazımlı olan şeylər var ki, məsələn atları, heyvanları öyrənən, sonra bitkiləri öyrənən falan var. Onları öyrən. Burada da elm adlarıdır. Bitkiləri öyrənən elm botanikadır. İppologiya, ipologiya atları öyrənən elmdir. Cavab burada C variantı. İppologiya. Sonra basit bir sualdır. İkisini üst-üstə qoyanda hansı alınır? Elə göy qələmlə burada görünür. Üst-üstə qoyanda göy qələmlə yazdığım hissə olmalı idi. Yəni H hərfinə oxşar. Burada C variantıdır. Sonra müəyyən belə bir maraqlı bir sual. Cədvəldə ümumiyyətlə mən burada qeyd eləmişəm mənfəəti, qazancımızı. Baxın, alış qiyməti A üçün 80-dir, satış 140-dır. Qazanc nə qədərdir? Fərqini tapırsan da. 140-dan 80-i çıxırsan. Eyni ilə hamısını yazmışam. A, B, C, D, Y üçün. 140-dan 80 çıxmışam, 135-dən 95 çıxmışam, 70-dən 50, 170-dən 90, 260-dan 110 çıxmışam və bunların hər birini baxın burada qeyd eləmişəm. İndi mənə deyir ki, birincidə deyir ki, bunlardan hansı doğrudur? Birincidə deyir ki, belə deyək də, ikinciyə baxaq. İkincidə bizə deyir ki, bir ədəd B malının satışından, yəni bir ədəd B malının satışı nə qədərdir? Baxın, 40. 40. 2 ədəd C-dən C-nin malının satışından azdır. Mənfəətdən azdır. C nə qədərdir? 20. 2 qatı nə qədərdir? 40. 40 40-dan baxın. 40 kiçikdir 2 vur 20. Düzdürmü bu? Xeyr. Yanlışdır. Deməli 2 yanlışdır. 2 yanlışdırsa fikir verin. Burada göy qələmə götürürəm. A, D, Y, B variantları getdi və sənin cavabın təbii ki bir dənə qaldı. O da C variantıdır. Vəssalam. Yenə də digərlərini yoxlayarsınız. Hamısı var burada. Dördüncü də səhvdir. Çünki bizə deyir ki, hər bir maldan əldə edən mənfəət ən az 50%-dir. Burada qeyd eləmişəm ki, əgər C malından 20 də, əgər alış qiyməti 50 idisə, mənfəət 20 idisə, bu necə 50% ola bilər? 50%-dən azdır. Ona görə 4 də səhvdir. Yəni 2, 4, 100% səhvdir burada. 23. 23 tipində suallarda ortaq vurğulara baxmaq lazımdır. 1 ilə 10 ədədlərini və burada da baxın, yalnız 2 ədəd yaza bilərsən sətr sütuna. Burada 3 dənə boş yer var, 2 dənə də qoya bilərsən. Sütunda burada 3 dənə yer var, 2 dənə də yaz. Məsələn, mən başlayıram buradan, 5-dən. 5-in vurğuları zaten 5 1-dir. 5 1-dirsə, mən 5 1-i elə yazayım. Bax, məsələn, 5 bura yazsam, A. Bu sətirdə 24 var axı, 24-ün içində 5 vurğu yoxdur axı. Deməli, oraya yaza bilmərəm. Sonra mən 5-i bura ikinciyə yazsam, bura ortaya. 5 gəlir hara düşür? 8-in vurğunun içində olmaz. Deməli, 5-i mütləq bura yazmalıyıq. Bir dənə yerimiz qalıb. 5-i oraya yazandan sonra, mən 1-i bura yazsam, baxın bura, birinci yerə. 1-in vurğu 24 vur 1 ola bilər. Axı səndə 24 yoxdur. Görürsünüz? Yəni, ona görə mən 1-i bura yazmalıyam. Vəssalam. İndi 5 varsa, məsələn, deyək ki, 8-ə baxaq, 1-ə baxaq. Burada. Burada ya da 5-ə baxaq istəyirsiniz. 5 olan sətirdə mən 10 yaratmalıyam. Deməli, ya bura 2 qoymalıyam, məcbur. Çünki 2 vur 5 10-dur. 2-ni əgər mən bura qoysam, baxın bura qoysam, 48-i 2-yə böləndə 24 edir. Mən bunun ikisindən birini 24 yazmalıyım. 24 də yoxdur, axı 1-dən 10-a qədərdir. Deməli, onda 2 buradadır. 2-ni bura yazdım. İndi 2-ni oraya yazandan sonra vəssalam da sual olan yerdə 8 olmalıydı. Sualın yerində bir rəqəm olmalıdır. Çünki sualın yerində deyir hansı ədəd olmalıdır? Ədəd olmalıdır, sualın yerində boş olmamalıdır. Deməli 2 nəyə vuran 8 edir? 4-ə. Yəni bu qədər bəsit oldu. Cavab C variantı. Cavab oldu C variantı. Növbəti ardıcıllıq sualıdır. Belə artımlara baxsaq cavab çıxır. 7-nin üstünə 3 gəlib, 6 gəlib, 300 artır. Bax bu artımlar özləri də 300 artır. 3, 6, 9, 12, 15, 18. İndi növbəti 70-in üzərinə 21 gələcək. Cavabımız olacaq burada 91. A variantı. Növbəti sudoku. Sadə bir sudoku. ABCD ədədlərini burada düzməliyəm. Elə mən buradan görürəm ki, bu C-yə var ha, baxın qeyd eləmişəm. Bu C-yəni burada, baxın sol tərəfdəkində. Hara yazmalıyam? Aşağı yazmalıyam. İndi fikir verin, mən buraya Y yazsam, buraya C yazsam səhv etmiş olaram. Çünki yuxarıda Y var idi axı. Onu tərsinə yazacağam. Birinci C yazacağam, sonra Y yazacağım. Ondan sonra isə, baxın, mən bu bloka, sol olan bloka Y yazmalıyam. Y buranı bağlayır. Bu axırıncı yazdığım Y də sualın yerinə yaza bilməz. Y var axı, buranı bağlayır. Onda yeni hara yazmalıyam? Yazmalıyam, bax bu boş xanaya. Bir dənə boş xana qaldı onsuz da. İndi mən bunları sileyim. Deməli, indi mən
C yazmalıyam. Yəni bu həmin yeni bloka. Baxın çox sadələsində. Həmin o bloka C yazmalıyam. C buranı bağlayırsa, baxın bu iki dənə yeri bağlayırsa C-ni hara yazım? Sualın yerinə. Cavab C. Sualın yerində C olmalı. Hə, biraz çətin sual bu ola bilər. AB operatoruna bir x desəm, BA operatoruna y desəm, bunların yer dəyişməsidir. Mən AB-ni tapsam əgər 3B-yə vururamsa, BA-nı tapmaq istəsəm 3A-ya vuracam. Diqqətli olun orada. Baxın qeyd eləmişəm. AB operatoruna x demişəm. BA operatoruna y demişəm. Onda x üstə gəlsin 2y bərabərdir 3 vur B. Yəni B bizim üçün 1-dir hazırda. 3 vur 1, 3. Sonra indi yerlərini dəyişirəm. Birinci burada BA operatoruna yazıram. Yəni y üstə gəlsin 2x olur onda. Bərabərdir 3 vur A olacaq. Yəni 3 vur 2 olacaq bu dəfə. O da 6. Sonra isə mənə həmişə x-i lazımdır. Məndən həmişə buranı soruşur. AB operatorunu soruşur. Qeyd eləmişəm, baxın 2-1-i soruşur bizdən. İndi baxın, məndə bu iki dənə tənlik var. Bax, bu iki dənə tənlik var. Mən nə etməliyəm x-i tapmaq üçün? Təbii ki, 2y-ləri burada islah eləməliyəm. Bilirsinizsə. Ona görə mən ikincini, bax bu ikinci ifadəni 2-yə vururam, 2y olsun. Axı y-dir. Onu 2y eləməliyəm. 2-yə vururam, 2y. 2x-i 2-yə vuranda 4x, 6-nı 2-yə vuranda 12. Hə, indi isə bu iki dənə tənliyə baxın, oxla göstərmişəm. Bu iki dənə tənlikdən çıxsam, yəni 12-dən bu tərəfini çıxsam, ikinci tənlikdən. 2y-lər islah olar. 4x-dan x-i çıxanda 3x yaranar. 12-dən də 3-ü çıxsam 9 yaranar. 3x 9-da x desən də 3-dür. X-i tapmışsansa sənin cavabın həmin cavabdır. Məsələn, cavab olacaq C variantı 3. Növbəti sual, bəsit sualdır bu da əslində, görmək lazımdır. Deməli, kiçik ədədləri, bax buradan oxla göstərmişəm, bu 3 dənə ədədi toplayanda 15 cavabını verir. Sonra isə əksinə, yuxarı doğru, baxın, oxa baxın, yuxarı doğru. Bu 3 dənə ədədi toplayanda 18 cavabını verir. Sonra yenə aşağı, bir dəfə aşağı, bir dəfə yuxarı. Bu 3 dənə ədəd toplayanda 14 cavabını verir. Yuxarı doğru gedəndə 13 cavabını verir. Aşağı doğru 5, 4, 2-ni toplayanda 11 cavabını. İndi növbə nə indi? Yuxarı doğru. Yuxarı doğru bu 3 dənənin cəmi olmalı. Baxın qeyd eləmişəm. 3 dənə toplayanda 17 cavabını verəcək cavaba. 28. Burada biraz düşməyib. Mən düşündüm ki, yəni rəqəmlə yazdığım, göy qələmlə yazdığım yerlərdir. Düşündüm. Cavaba uyğun. Cavab D veriblər. Burada biraz düşməyib də həmin rəngli hissələr. Baxın, burada rəngli hissə, bax bu 3 bucaq üçün 2 olacaq. Niyə? Çünki bu 2 dənə yarımçığı bilə istəsəm 1 verəcək. Bu da rəngli hissədir, səhv eləmirəmsə. Bu 2 dənə kvadrat deməkdir. Yəni bir dənə bu 3 bucaq 2-dir. Ondan burada da var. Fikir verin, burada da var və burada da var. Bunlar 2-dir. Bunlar 2 isə 4 vur 2-dən 8 alınır. Baxın, burada qeyd etmişəm. 4 vur 2-dən 8 almışam. Sonra, səndə baxın, bu 3 bucaqla, bax bu 3 bucaqla, bu 3 bucağı birləşdirsən bir dənədir. Ondan burada da var. Bir dənədir. Sonra ondan burada da var. Bir dənədir. Ondan burada da var. Bir dənədir. Onda nə olacaq? Həm də mən düşündüm ki, burada da kvadratlar var. Burada da kvadratlar var. Onlar da 1 götürdüm. Yəni səndə olacaq nə? 4, 4, 8. 8 dənə 1 var. 8 dənə 1. Bir də tən ortada baxın, buralarda da düşündüm ki, rəngli kvadratlar tamamilə görünmür. Ona görə biz tərəddüdlüyəm. Burada da 8. Yenə 8. O 8, 8, 16. Əvvəldə də 8 tapmışdım. Bu da 16. Yekun cavabı 24 çıxartdıq. Əgər o göstərdiyim yerlər rənglidirsə. Sonra müəllim sürücü çilingər. Aha. Deməli, baxın burada nədir? Cümlədə əslində çıxır ortalığa. Sadə bir mətndə əslində. Deyir ki, C çilingər deyil. C çilingər deyilsə, sən BC-nin peşələri deyil. Çilingər variantı getdi. Sonra D-də müəllimin gəlmədiyini. Deməli, C müəllim də deyil. Çünki müəllim gəlməyib axı. AC də kluba birlikdə gəliblər. Aynen C kluba birlikdə gəlibsə və ilk olaraq da sürücü gəlibsə, ilk olaraq ikisi gələnməz, ilk olaraq sürücü gəlib. Deməli, C sürücü də deyil. So, C nədir? Bənnadır. Çünki variantlara uyğun olaraq C bənna çıxdı. C bənnadır. D belə deyək də müəllimin gəlmədiyini görüb. Deməli, aynen C gəlib. D də gəlib də onda. B gəlməyib. Müəllim gəlməyib. Deməli, B nədir? Müəllimdir. Və salam. C-də bənnadır da zaten. Sonra burada Y variantı. Yəni, çox bəsit. Sonra, biraz maraqlı sual budur. Deməli, 6 nədir? Bütün üzlərdir. Kubun 6 dənə üzü var. 5 nədir? Baxın, ətraflarda 4 dənə üçbucaqlar yaranıb. Yoxsa
1, 2, bəli, burada bir də 4 dənə, bir də aşağı oturacaq 5 dənə üzümüz var. Sonra bu fiqurda 1, 2, bir də oturacaq 3, bir də yanlar 3, 2, 5 belə. Üzlərin sayını bildirir. Burada nə qədər üz var? Deməli 1, 2, 3, 4, 5 dənə burada, 2 dənə də 5. Deməli üstə yəni 2 oturacaqlar, 7 dənə üz var. 7 ilə başlayacaq. Deməli üzlərin sayıdır. 8 nədir? 8. Deməli 8. Baxın 4 buradadır, 4 buradadır. Yuxarı ilə aşağının cəmidir. Yəni 8 4 ilə 4-ün cəmidir. Baxaq. Yuxarıda heç bir şey yoxdur. 4 nöqtədir. Yuxarıda 1 nöqtə var. Aşağıda 4 nöqtə var. 1 ilə 4-ün cəmi 5-dir. Aha, alınır hələ ki. Burada yuxarıda, aşağıda 3 nöqtə var. Yuxarıda da 3 nöqtə. Oturacaqların cəmidir. Bəli, 3 ilə 3-ün cəmi 6-nı verdi. So. Demək ki, oturacaqların nöqtələrinin cəmidir. Məsələn, oturacaqları burada 5 dənədir. Aşağıda da 5 dənə var. Burada deməli 5 üstə gəlib 5. 5 üstə gəlib 5. Oturacaqdakı nöqtələrin sayı 10 olmuş olacaq. Bunu da tapdıq. Qaldı 3-cü. Maraq üçün tapıram. Yəni əslində cavab çıxıb. Deməli, marağa görə 3-cü nədir? 12 nədir? 12 tillərin sayıdır. Baxın. 1, 2, 3, 4 dənə burada. 4 dənə burada. 4 dənə aşağıda. 2 burada. 2 burada. 4 dənə. Tillərin sayı. Deməli, 1, 2, 3 dənə burada. 1, 2, 3 dənə burada. Və 1 burada, 1 burada. Tillərin sayı. İndi baxaq. Deməli, tillərin sayı 4 dənə burada olacaq. 4 dənə burada olacaq. 2 dənə burada olacaq. 2 dənə burada, 2 dənə burada. Düz dedim. Bir dəqiqə. Dəqiqə. Dəqiqləşdirək, baxaq tillərə. Deməli, 4 dənə bunun üçün sayıram. Tutaq ki. 4 dənə də bunun üçün sayıram. Yəni, artıq burada ikisi qaldı. Baxın, bu ikisi qaldı. Burada da bu ikisi qaldı. Burada da bu ikisi qaldı. Nə qədər oldu? 6, 8, 14 olaq. Dəqiqə. Tillər baxın, burada yuxarıda 5 dənə, aşağıda 5 dənə götürsəm, bu qəşəngdə. Və kənarlar qalıb bir dənə. Kənarlar qalıb da elə bilin ki. Biraz yorğunsuluq var yəqin ki. Bunlar bizə 10 verəcək. Hansıları hesablamadım? Bəli, kənarlar. Kənarda bizə 5 dənədir də, baxın. 1, 2, 3, 4, 5. 3 dənə 5, 15. 3 dənə 5-in cəmi, oturacaqlar 5, 5, kənarlarda 5. 15 cavabını aldım. Yəni, sənin cavabın onda nə olacaq? Bunları birləşdirmək istəyirsənsə. 7, 10, 15 belə birləşdirəcəksən. Bu da A variantda verilib. Bəsit bir şifrə sualıdır. Deməli, ləçək sözü. Yəni, şifrələr qarışdırılmayıb. Kəpənək sözündə deməli, K-nın kodu 3 olacaq. Ə-nin kodu ləçək sözünə görə 2 olacaq. P-nın kodu yəni olmamalıdır buradakılardan. Çünki P yoxdur da burada. Hə? Kitab, əcə. Bəli. Yəni, boş buraxıram. Sonra Ə-nin kodu yenə 2 olacaq. N-nın kodu yuxarıda. Ətək kitab yoxdur. N-nın kodu yoxdur. 2 olacaq. K-nın kodu yenə 3 olacaq. Yəni, bu ardıcılığa uyğun olacaq. Yəni, 32 ilə başlayacaq. Ona görə C variantı ola bilməz. Axırı 3 olacaq. Bir də axırı daha doğrusu 23 olacaq. Dördüncü də 2 olacaq. Bura baxın, 3 dənə 2'lər var burada. Bu getdi. Sonra bizim şifrəmizdə baxın, burada 3 dənə 3 var. 3 olmamalı idi. Bu da getdi. B də gedib, C də gedib, D də gedib. Qalıb bir dənə nə? 4 deyir, var. Üçüncüyə deyir, bura güya 4 yazaq. 4 ola bilməz. Çünki 4 T-nın kodudur. Amma bizdə P ola bilməz 4. 4 ola bilməz burada. Y variantı səhvdir. Qaldı bir dənə A variantı. Sonra 32-ci sualda sən bilirsən ki, 56-nı, yəni 6-nı nəyəsə vursan, həmin o rəqəm düşəcək aşağı. Bu ya 2-dir. 2 olsa düzgün olmayacaq. Çünki burada 3 rəqəmi də alınacaq sonra. Ona görə 8 götürürəm. 8 götürsəm tutaq ki, olacaq 48. 4 yatdı. 8-i 5-ə 40. O da 4, 44. Bəli, qoşa 2 dənə eyni
rəqəm alındı. İndi baxaq. Bura 4 qoysaq. Bura 8. Bura 8. 8-i 8-ə. 64. Aha ödəyir. 6 yadda. 32 o da 6. 38. Bəli, ödəndi. Bütün fiqurlar ödəndi. İndi mənə deyir ki, romb, yəni 4 üzərinə gəlsin 6 bucaqlı 8. Bu da 8-dən 4-ün cəmi 12 verəcək. B variantı. Burada isə hər bir fiqur, yəni məsələn, deyək ki, x fiqurudur bu. Sonra x fiquru burada var, bir də x fiqur burada var. Hər bir fiqura, məsələn, x fiqurundan inib, həm ulduzu əlavə eləyib, həm düzbucaqlını əlavə eləyib, həm də oxları əlavə eləyib. Hər bir fiqura bunu əlavə eləyəcək. 3 dənədir. Məsələn, nöqtə-nöqtə olan fiqura, baxın. Həm oxu əlavə eləyib, həm ulduzu, həm də düzbucaqlını əlavə eləyib. İndi bizdə dairə olmalıdır bizdə. Dairə olmalıdır, çünki dairədən 2 dənədir. Düzbucaqlını əlavə eləyib, oxu əlavə eləyib. İndi nə olmalıdır? Ulduzu əlavə eləməlidir. Bu dairə deyil, bu dairə deyil. Zaten bir dənə cavab var. Y variantı. Növbəti. Burada üstə gəl, çıx, vurma. Növbələşməklə gedir. Bir dəfə bu ikisi növbələşməklə gedir. Baxın, göy qələmlə qeyd eləmişəm. Vurma ilə çıxma yerini dəyişir. Üstə gəl, vurma, çıxma. Bu istiqamətdə getsən, baxsan. Sonra bir dəfə bu üstə gəllə vurma yerini dəyişir. Onda olur, deməli, birinci vurma gəldi. Vurma, üstə gəl, çıx. Sonra indi yenə bu ikisi yerini dəyişir. Yəni çıxma ilə üstə gəlmə. Onda vurma gələcəkdir. Onda vurma, çıxma yuxarıda olacaq, üstə gəl. İndi bu ikisi yerini dəyişməlidir. Növbə bunundur. Bu ikisinin yerini dəyişirsə nə olur? Çıxma, baxın C variantı olur. Çıxma, vurma, üstə gəlmə aşağıda. Olur C variantı. Sonra bu tip suallarda isə əgər deyirsə yalnız biri doğrudursa, mən K-nı, L-i, M-i doğru qəbul edib, digərini səhv qəbul edib mülahizələri yoxlamalıyam birinci. İndi baxaq. Mənə deyir ki, bunlar 3 dənə dostdur K-lımı təyyarə, vertolyot, raket maketləri hazırlayırlar. K təyyarə maketi hazırlayıb, L təyyarə maketi hazırlamayıb, M raket maketi hazırlamayıb. Veriləndən bu təkliflərdən, bu 3 dənədən yalnız biri doğrudur. Baxın, qeyd eləmişəm hər üç halı. K doğrudirsə, baxın bu hala baxaq. K doğrudirsə, K təyyarə maketi hazırlayıb. Onda belə çıxır ki, L təyyarə maketi hazırlamayıb. Necə oldu? K da doğru oldu, L də doğru oldu. Bax, K təyyarə maketi hazırlayıb doğrudursa, L təyyarə maketi hazırlamayıb da, deməli bu da doğrudur da. 2 dənə doğru olur axı. Ona görə bu versiya yanlışdır, səhv. İndi baxıram nəyə? Baxıram L-in doğru olduğuna. Məsələn, L deyir ki, təyyarə maketi hazırlamayıb. K deyir ki, bax, L təyyarə maketi hazırlamayıb, doğrudursa, K təyyarə maketi hazırlayıb, səhvdirsə, bax, səhv, bu doğru, bu da səhv olmalı məcbur. R raket maketi hazırlamayıb. Deməli, L təyyarə maketi hazırlamayıb doğrudursa, K təyyarə maketi hazırlayıb, səhvdirsə, deməli, K təyyarə maketi hazırlamayıb. Onda təyyarəni kim hazırlayıb? M. Onda təyyarəni M hazırlayırsa, raket maketi hazırlamayıb doğru çıxır da. Yəni, burada L ilə də M doğru çıxır. Bu da ola bilməz. Orada diqqətli olmaq lazımdır. Onda bir dənə versiya qaldı ki, doğru M deyib. M raket maketi hazırlamayıb doğrudur. Onda K təyyarə maketi hazırlayıb. Baxın, bu səhv, bu doğrudur da. L təyyarə maketi hazırlamayıb səhvdirsə, deməli, L təyyarə maketi hazırlayıb. L təyyarə maketi hazırlayıb. K təyyarə maketi hazırlayıb səhvdirsə, M raket maketi hazırlamayıb düzdürsə, deməli, raket maketini K hazırlayıb, M də qaldı vertolyot. Məndən soruşur ki, aşağıda hansı doğrudur? K raket hazırlayıb. Bəli, K raket hazırlayıb doğrudur. Cavab. Biraz qarışıq idi. Burada da mənim biraz fikrim necədir? Mən variantlara uyğun tapmışam. Tam bunun izahını bilmirəm. Tam olaraq da, yəni. Biraz çəkməklə bağlı. Baxın, nə edib burada? Baxın, buradakı orta hissələri sanki açıb bura. Baxın, bu hissələrə. Mən də burada orta hissələri, baxın, buradakı orta hissələri açsam, belə bir şeylər alınacaq. O da üçbucaqlar yaradacaq. Kənarlarda üçbucaqlar yaradacaq. Bu da C variantına oxşuyur. Yəni, kənarlarda üçbucaqlar olacaq burada.
Hətta buralarda da nəsə olacaq. Ona görə C variantına oxşuyur. Yəni burada 36-cı sualın tam izahını yəni çəkə bilmədim. Ona görə də C variantını, yəni onların verdiyi cavabla mən razılaşıram əslində. C variantı. Necə razılaşıram? Çünki burada açsaq, burada düzbucaqlı, üçbucaqlar yaranacaq burada. Düzbucaqlı, üçbucaqlar. Tərəzi suallarını biz bilirik ki, ya bunları alt-alta toplasaq, bu ikisini, ya da çarpaz deyək ki, toplasaq nəsə əldə edə bilərik. Mən də görürəm ki, məndə 2 dənə A burada var. Bəlkə bunları elə alt-alta yan-yana gətirim. Alt-alta. Çünki 2 dənə A yaransın. Elə elədim. Alt-alta bunları gətirdim. Bax, oxla göstərmişəm, göy oxla. Alt-alta gətirsəm, bu A 3 dənə B-nin yanına AL gəldi. Sonra K ilə B də KL-in yanına gəldi. Bunlar gəldi. Sonra isə, baxın, birinci sətirdən hər ikisində B var, bunda da B var, bunda da B var. Silindi. Sonra bunda da L var, bunda da L var, silindi. Burada nə qaldı? 2 dənə K qaldı. Burada nə qaldı? A, 2 dənə də B. Baxın, yazmışam. A, 2 dənə B. Burada isə 2 dənə K qaldı. Onda belə çıxır ki, AB-miz də bir dənə K-dır. İndi fikir verin. AB-miz də bir dənə K-dır. Mənə də deyir ki, MB-ni tap. Baxın, mənə deyir ki, MB-ni tap. MB-ni. MB-ni mən necə yazıram? MB bərabərdir. M-in yerinə, axı mən M-in yerinə 2 dənə A yaza bilərəm. Burada şərtdən istifadə etməliyəm. M-in 2 dənə A yazsam, olacaq AA, sonra da B. AB-nin yerinə də mən yuxarıdan tapmışam axı. AB-nin yerinə də K yazıram. AB-nin yerinə də K yazdım. Əvvəldəki A, sonra K. Oldu nə qədər? AK. Baxın, varmı? Var. Əgər cavabda yoxsa başqa yola yatırıq. Cavab D variantı. Növbəti sual çox sadə. Elə dairədən baxsan, dairə burada birincidir, sonra ikincidir, sonra üçüncüdür. İndi dairə dördüncü olmalıdır, baxın. Burada yoxdur, burada yoxdur, burada yoxdur və burada yoxdur. Cavab A variantı. Dairəyə görə cavab çıxdı. Sonra, bu maraqlı sualdır. Nöqtə, baxın, burada 2 dənə dairə var. Qara dairə, qeyd eləmişəm qara qələmlə. Bir də digər dairə. Bunlar fərqli şeylərdir. Qara dairə içinə tək nöqtə daxil olub. Bir də ağ dairə ilə üçbucağın içinə nöqtə daxil olub. Bu şərtlər ödənməlidir variantlarda. Məsələn, A variantında üçbucaqla ağ dairənin içindən üçbucaqla ağ dairə kəsişmir axı heç. Ona görə səhvdir. Məsələn, üçbucaqla ağ dairə B variantı kəsişmir. İndidən səhvdir bunlar. C variantında da üçbucaqla ağ dairə kəsişmir axı nöqtəni onun içinə qoyma. Sonra D variantında görün nə ediblər? Ağ dairə ilə qara dairənin kəsişməsinə nöqtə qoyublar. Amma bizdə qara dairənin təkcə özünə aid idi nöqtə. Ona görə səhvdir. Qaldı bir dənə Y variantı, baxaq. Y variantında nöqtəni baxın qoymuşam ağ dairə ilə üçbucağın içinə qoya bilərəm. Sonra nöqtə də qara dairənin içində. Tamamilə doğrudur. 40-cı sual. 40-cı sual mən çıxdaşla edirəm. Əslində başqa bir yol da var. Baxın, qeyd eləmişəm. Mən burada nə etmişəm? Birinci belə kəsmişəm. Sonra buradan kəsmişəm. Sonra belə kəsmişəm. Baxın, qeyd eləsək, elə A variantının üzərində o deyəcək. Niyə? Baxın, göy qələmlə qeyd eləmişəm burada kəsikləri. İndi məndə normalda burada N olmalı idi bu formada. Bəli, var. Sonra bu hissədə, baxın bu hissədə belə bu formada kəssəm, bu üçbucağın hissəsində bir dənə düzbucaqlı, bir dənə ulduz olmalıdır. Bəli, bu hissədə bir dənə düzbucaqlı, bir dənə ulduz. Onu simmetrik olaraq, bax bu formada kvadrat formasında simmetrik olaraq köçürsəm sağ aşağıya, ulduz kvadrat bu formada olacaq. Bəli, olacaq. A variantı hələ ki ödəyir. Yəni A variantında belə bir şey ödəyirsə, artıq hazırdır da, sən də bunu bura qatdalamalısan da. Yəni bunun yarısı yuxarıdadır, yarısı aşağıda. Simmetrik olaraq bunlar köçsə, A variantı ödəyirmi? N simmetrik olaraq ürəyin yarısı bu fiqurun özü. Sonra düz kvadrat, burada bir dənə kvadrat var idi. Baxın. Burada belə ağ kvadrat var. Ağ kvadratın yarısı bura düşsə düzbucaqlı əmələ gələcək. Ulduzlar da bəli, ulduzlar bu formadadırsa, bu formada simmetrik köçəcək. Yəni sənin cavabın A variantında ödəyir. 41. Deməli, ardıcılda ədədlərə 3-3 baxacaqsan, qeyd eləmişəm. İlk üçlük 2, 8, 4-dür. Hansı ki 2-nin üzərinə 6 gəlir, 8-i də bölür 4-ə. 14-ün üzərinə 6 gəlir, 20, 20-ni bölür 2-yə daha doğrusu. 26-ın üzərinə 6 gəlir, 32. 2-yə böləndə 32-ni 16. İndi də 38-in üzərinə 6 gələndə 44. 44 aldığına buranı, bu sual. 44-ü də 2-yə bölsən, eləyəcək 22. Cavab C. Sonra şifrələnmə. Bu şifrələnmədə mən nə edirəm? Mənə deyir ki, bu ifadəni tapda, düzdürmü? Bu şifrəni. Birdən başlayaraq düzürəm. Yəni necə?
1 nədir? U. Yəni şifrə olaraq. 2 nədir? A. Sonra 3 Y-dir. 4 F-dir. 5 də A-dır. İndi belə mən baxanda heç şifrələ zada baxmıram. Mən baxanda görürəm ki, bunun ikinci ilə 5-ci hərfi, ikinci ilə 5-ci hərfi eyni olmalıdır. Amma A variantı ödəmir o. Sonra bu da ödəmir. İkinci ilə 5-ci, Y də ödəmir. Gördünüz? Yəni ikinci ilə 5-ci ya qəlpədir, ya lampadır. Yəni buna görə 3 variant getdi. İndi baxıram nəyə? Onun şifrəsi, mən bilirəm ki, ikinci sözdə, bax ikinci hissədə U1 nədir? Birinci hərfi bildirir. Q. Deməli, U-nun U şifrəsi olan Q hərfini bildirir. Vəssalam. Sənin cavabın onda Q ilə başlayacaq. Qəlb. Biraz maraqlı suallar buradadır. Biraz çətin suallar. 43-45-ci suallar. Deməli, ABCD ədədinin üzərinə F funksiyası müəyyən bir oyun açır. Nə edir? Ortadakı iki dənə ədədi vurur. Baxın, B ilə C-ni vurur. Digər ikisi ilə toplayır. Cəmləyir onları sonra. Baxın, nümunə də verib. 1, 2, 3, 4 ədədində 2 ilə 3-ü ortadakı ədədi vurur. 1, 4-ün cəminin üzərinə gəlir. İndi baxın, bizə deyir ki, F ABCD ədədi, bir də F DABC ədədi 15-dir ikisi də. Onda birinci ədədə baxsam buna, ABCD ədədinə. A üzərinə gəlsin B vur C, üzərinə gəlsin D 15 olmalıdır. Digər tərəfdən bu ədəddən D üzərinə gəlinsin A vur B, üzərinə gəlsin C olmalıdır 15 yenə. Mən də burada biraz fikirləşdik. Bax, biraz fikirləşmişəm burada əslində. Hansı rəqəmlər ola bilər? Düşündüm ki, bu rəqəmlərdən biri 0 ola bilər. Çünki yəni A-dan D-dən başqa B-də C-də 0, B-dən C-dən biri 0 ola bilər. Düşündüm ki, C 0 olsa, bəzən birincidə. C 0 olsa, bura artıq 0-a çevrildi. Deməli, A ilə D-nin cəmi 15 olmalıdır. A6, B, D9 olsa, baxıram bura, D-yə 9 vermişəm, C-yə 0 vermişəm. Deməli, A-ya da 6 vermişəmsə, B-də 1 olmalıdır. Ödəyir. Yəni, bir müəyyən şeydən sonra ödəndi. Deməli, A 6, B 1, C 0, D 9-da bu şərt ödənir. Yəni, 6, 1, 5-in cəmi də 16 bizə cavabını vermiş olacaq. Sonra, bu sualın başqa bir bəndi də var. 44. F, A, B, C, D deyir 3 şərtini ödəyən neçə müxtəlif ABC ədədi var? Təbii ki, rəqəmlər fərqli olmalıdır. Baxın, bu ədəd ümumiyyətlə nə şəkildə olmalıdır? A üstə gəlsin, B vurur, C üstə gəl D şəklində olmalıdır. 3-ə bərabər olmalıdır. Sən də düşünürsən ki, 3 balaca ədəddir. Deməli, buradan mütləq C ilə B-dən biri 0 olmalıdır. C 0 olsa, baxın, qeyd eləmişəm. C 0 halına baxıram. C 0 olsa, onda nə olacaq? Nə baş verəcək? Bura 0-a çevriləcək. A ilə D-nin cəmi 3 olmalıdır. A ilə D-nin cəmi 3 olması üçün, A ilə D-nin cəmi 3 olması üçün 2 dənə hal var. Ya A 2-dir, D 1-dir, ya A 1-dir, D 2-dir. Başqa hal yoxdur. 3 cəmi verən 2, 1, 1, 2-dir. Və buradan bir dənə şərt var. Bəs B-yə nə qaldı? B-də qalır, bax. B-yə isə 0, 1, 2-dən başqa bütün ədədlər. Çünki 0-ı, baxın, B-yə burada nə ədəd verirsəm, onsuz C 0 deyildi, buranın 0-a çevriləcək. Düzdürmü? Onda B-yə nə qaldı? 0, 1, 2-dən başqa. 3-dən ta 9-a qədər bütün rəqəmlər. Bu da nə deməkdir? 9-dan 3-ü çıx, üstünə 1 gəl. 7 dənə. Deməli, A2 olanda C 0-dır da onsuz da. C 0-dır. D-də 1 olanda B üçün 7 dənə hal var. İndi axı A ilə D-nin yerini dəyişə bilərəm. A1, D2 ola bilər. Deməli 7 dənə hal buradan, 7 dənə hal buradan. 14 dənə hal bu hələ C-nin 0 olduğu haldır. Axı dedi ki, B-də 0 ola bilər. B ilə C-nin yerini dəyişsən fərqi nədir? Hasil dəyişməyəcək. B 0 olanda da eyni analogiyaya görə 14 halda buradan gəlmiş olacaq. Yəni 14 ilə 14-ün cəmi də 28 cavabını verəcək. Y variantı. Maraqlı sual idi. Sonra ən maraqlı sual bəli 44 ilə 45. Mənə ABCD yenə 13 şərtini verib ən böyük ən kiçik istəyir. Ən böyük asandır. Sən bilirsən ki, A üstə gəl B vur C üstə gəl D şəklində olmalıdır ədədimiz. Bu da 13-ə bərabər olmalıdır. Ən böyük tapmaq üçün təbii ki, A-ya ən böyük verərəm. 9. İstəyirəm B-yə 8 verim. Hə, indi isə 8-i nəyəsə vursam 9-dan 9-a 13 eləmək üçün C mütləq 0 olmalıdır. C 0 olandan sonra axı bura 0-a çevrildi. 9-dan məcbur D-yə 4 verim ki, 9-dan 4 toplayım 13 olsun. Ən böyük ədədimiz budur. 9804. Qeyd eləyək. 9804. İndi ən kiçikdə əmmalarımız var. Ən kiçikdə A-ya 1 vermək istəyirəm. A-ya 1. Kiçik olması üçün D-yə 9 vermək istəyirəm. Bu nə qədər edir 1-dən 9? 10. 3 olmalıdır. 2 dənə ədədi bir-birinə vuranda 3 eləyə bilər.
Yox. Çünki tərkibində 1 olacaq. Rəqəmlər fərqli olmalıdır. Ona görə 1 getdi 9. Sonra A-ya 1 verirəm. D-yə artıq 8 verirəm. Olur nə qədər? 9. 9 ise 13 olması için buranın hasili 4 olmalı. Hasili 4 olan ya 4 1'dir, 1 var artıq. Ya da 2 2'dir, 2'lər yenə eyni olmuş olacaq. Rəqəmlər fərqli olmalıdır. Bura 7 verirəm. 7 ilə 1-in cəmi 8. Buranın hasili 5 olmalıdır. 5 ancaq 5 vur 1'dir. 1 təkrarlanacaq. Nəhayət, bura 6 verəndə ödəyəcək. Yəni, niyə bura 6 verirəm? Kiçik ədəd, bura nə qədər böyük versəm, ədədimiz kiçilir. Son rəqəmi nə qədər böyük olsa, ədədimiz kiçilir. 6 versəm, demək, nə qədər idi? 1-dən 6, 7. 13 olması üçün 6 çatışmır. 6 necə yarada bilərsən? Təbii ki, 6 vur 1 yarada bilməzsən. 2 ilə 3 yarada bilərsən. Təbii ki, B-yə 2 verir ki, bu 1236 olsun. 1326 olmasın. Vəssalam. İkisi ədədimizdə 1236. 1236 tapdıq. Baxaq. Bunların fərqini tapın deyir. Deməli, 14-dən 6 çıxanda 8. Burada 9 qalıb. 9-dan 3, 6. Burada nə qədər qalıb? 7 qalıb. 7-dən də 2 çıxanda 5, 8, 9-dan 1 çıxanda 8. 8568. Bəli. 8568 D variantı. Sonra rəqəmləri fərqli 4 dənə müxtəlif rəqəmlər də fərqli olmalıdır. Ədədlər özü də fərqli olmalıdır. 4 dənə müxtəlif 3 rəqəmdən törədən cəmi, mən buranı silim. 3581'dir. Bu tip suallarda ədədləri birinci ayıraq, eyni ədəd kimi də. 3581'i bölək 4 yerə. 3581'i 4'ə böləndə təqribən 895 alınır. Deməli, ədədlərimiz bu ola bilər. 895, 895, 895. Axı, qalıq 1 qalır. Ona görə 896 olur axırıncı. Ədədlərimiz bu olanda olur. Cəm. Bu ədədlərin ən böyüyü ən az neçədir? Bax, bu bizə lazımdır. Bax, bunu bu formaya salsam, tez tapacam sualı. Deməli, ədədlərimiz normalda eyni olsaydı əgər, rəqəmlər, ədədlərin fərqi, belə deyək də, müxtəlif olmasaydı 895, 895, 895, 896 götürərdik. İndi isə mən mümkün qədər, deyək ki, axırıncını tutaq ki, böyük götürmək istəyirəm. Mümkün qədər kiçiltməliyəm bunları. Ona görə birinci 895 ədədindən 2 dənə götürürəm, eləyirəm 893. Diqqətlə baxın. 893. İndi o 2-ni parçalamalıyam. 2-ni parçalamalıyam. Ya 1 paylamalıyam, ya promoyu 2'ye paylamalıyam. Promoyu 2 paylasam 897, bu ikisi 895, 895 eyni olacaq. Ona görə 895'i saxlayıram. Birini 895'ə, birini 896'ya verirəm. 895, 896 olur, 896, 897 olur. Yəni, ən böyük ədədimiz 897'dir. O da onun ən kiçik qiymətidir. Ən böyüyün ən kiçik qiyməti. Bu biraz çətin sualdır uşaqlar. 897. Yəni, cavabı da 897 olaraq qeyd ediblər onsuz da. Sonra növbəti. Bura sərgiyə salım. Deməli, məndə bir mənzildə 5 ədəd xalça falan var. Əşyaların 4'ü ağdır. Mən nə etmişəm? Ağ, mavi, sarı qeyd eləmişəm rəngləri. Və nöqtələr qoymuşam. 4 dənə ağ, 4 dənə mavi, 2 dənə sarı. Qeyd eləyəcəm ora xalça, deməli, süfrə, pərdələr. Xalçaların ikisi mavidir. Deməli, mavi yerə gəlirəm. 2 dənə X hərfi yazıram. Yəni, xalçadır bunlar. Bu getdi. Yəni, bu şərt gedib, bu şərt gedib. Sonra süfrələrdən hər biri fərqli rəngdədir. Deməli, süfrələr nə qədər idi zaten? 3 dənə idi. Süfrələr qutardı. Süfrələri də qeyd edirəm bütün fərqli yerlərə. Ağa, maviyə, sarıya. Süfrələri də qeyd edir. Süfrələr də qutarıb artıq. Sonra hər biri fərqli rəngdədir. Bu da getdi. Pərdələr ağ deyil. Pərdə də səndə 2 dənə idi. Pərdələr ağ deyilsə, məcbur sən bura ya bura qoymalısan pərdəni. 2 dənə yerin qalıb. Deməli, pərdənin birini bura qoymalısan. İkisini yerləşdirməsən, pərdənin birini də bura qoymalısan. Nə qaldı? Xalçalar. Xalçalar da məcbur 3 dənə xalçan qalmışdı da 5 dənə idi. Məcbur bura yerləşdi. Yəni, xalça da bura yerləşdi. Vəssalam. Hansılar yanlışdır? Hansı və yaxud da hansılar? İndi baxaq. Süfrələrdən biri mavidir. Bəli. Süfrələrdən biri mavidir. Bu doğrudur. 2. Xalçalardan ikisi ağdır. Xeyr. Xalçalardan fikir verin. 3'ü ağdır. Yəni, biri 2'dir. Sonra. Xalçalardan, yəni götürək bunu. Xalçalardan biri sarıdır. Xeyr. Sarı olan xalça heç burada yoxdur. Deməli, biri 3'dür. 2, 3. Pərdələrdən biri mavidir. Bəli, bir dənə mavi pərdə burada var. Bu salimir. Pərdələrdən biri sarıdır. Bəli, pərdələrdən biri sarıdır. Bu da getdi.
Deməli hansılar səhv oldu? 2 ilə 3. Cavablarda da 2, 3 verilib. 48. Biz bilirik ki, maraqlı sualdır bu da. Çətin gələcək bu sualda sizə. Diqqətlə baxın. Deməli 5 qrupda 64 tələbə var. Qrupları belə qeyd etmişəm. 1 2 3 4 5 və bunlarda da 64 tələbə var. Bu şərti yəqin hamı bildi. Bir ikinci qrupda 18-dir. Baxın. Birinci, ikinci qrupda 18 deməli tələbə var. Sonra dördüncü qrupda ilk 3 qrupdakı tələbələr qədər tələbə var. Mən əgər 3-cüyə x desəm, 4-cü olacaq x üstəgəl 18. Niyə? Çünki bu 3 dənənin cəmi x üstəgəl 18 verir də bizə. X üstəgəl 18. Və artıq mən bilirəm bunların 5-ini. Deməli 5-ciyi də mən x-ə tamamlaya bilərəm. Necə? Bunların hamısının cəmi neçə edir? 18 x bir də x plus 18. 2x plus 36. 2x plus 36. Mən 64-dən 2x plus 36-nı çıxsam, elə 64-dən 36 çıxsam, eləyəcək məndə 28. 2x çıxsam, olacaq 28 çıx 2x. Yəni, fikir verin. Bax, bunları toplasaz, 18-i, ilk ikisini, x-i, x plus 18-i, 28 çıx 2x-i. Toplasaz sizə 64 verəcək onsuz. Və salam. Hamısını x-ə gətirdim. İndi isə əlavə qəşəng şərt. 5-ci qrupdan 2 nəfər çıxsa, baxın, 5-ci qrupdan 2 nəfər çıxsa, burada qalacaq nə qədər? 26 çıxılsın 2x. 5-ci qrupdan 2 nəfər çıxsa, 26 çıxılsın 2x olacaq. Sonra isə getsə hara? Birinci qrupa. İndi sən birinci qrupa ayırmalısan. Birinci qrupa əgər A desən, birinci qrupdakı şəxsə A desən, ikinci qrupdakı şəxs olacaq 18 çıxılsın A. Çünki cəmi A ilə 18 çıxılsın A-nın cəmi sənə 18 verməli idi. Sonra isə nə edir? 5-ci qrupdan 2 nəfər getdi ya. 5-ci qrupdan deməli 2 nəfər getdi. Birinci qrupa keçməlidir. Yəni birinci qrupda artıq oldu A üstəgəl 2. Birinci qrupda oldu A üstəgəl 2. Birinci qrupda A üstəgəl 2 olar. Və sonra deyir ki, gedəndən sonra bu iki qrupda, yəni 1 ilə 5-də bərabər olacaq saylar. Saylar bərabər olacaq. İndi fikir verin. Buradan bir dənə yazım. Yəni A üstəgəlsin 2 ilə 26 çıxılsın 2x bir-birinə bərabər çıxacaq. Bu birinci qrup, bu 5-ci qrup bərabər çıxacaq. Buradan görünür ki, baxın, bu 2-yə bölünür, bu 2-yə bölünür, 2x 2-yə bölünür. Deməli, A 2-yə bölünən bir ədəd olmalıdır. Yəni, başqa sözlə, A cüt olmalıdır. Fikir verin. A cüt olmalıdırsa, qayıdıram bura. A cüt olmalıdırsa, deməli, birinci yer cüt olmalıdır. Və 18-dən də cüt ədəd çıxsan, cüt ədəd qalacaq yerdə. Deməli, ikinci də cüt olmalıdır. 5-ci zaten cütdür. Çünki 26 da 2x da 2-yə bölünür. Bunun tərkibində 2 var. 5-ci də cütdür. Mənə deyir ki, hansı qruplar, bir dənə səliqəyə salın buranı. Hansı qruplar, qrupundakı tələbələr cüt sayda olduğu mütləqdir. Hansında? 1-də, 2-də və 5-də. Baxın, cavaba baxın. Cavabı da qeyd edirlər 1, 2, 5. Sonra 49-cu sual. 49-cu sualda əslində bəsit sualdır. 12 nəfər iştirak etdiyi oyun 65 dəqiqə isə ümumi hamısını 65 dəqiqə oynatsaq 12 vurulsun 65 olacaq ümumi dəqiqə. Ehtiyatda gözlənilən 3 oyunçu varsa, deməli sən 12 üstə yazın 3 15 nəfər. 15 nəfərin var və həmin ümumi vaxtı bu 15 nəfərin cəminə bölsən, hamı eyni müddət oyunda oldusa, hər bir oyuncu neçə dəqiqə oyunda olduğunu tapacaqsın. Hamı eyni müddət olduğu üçün 15-ə bölürəm. Vəssalam. Deməli, sən 15-ə bölsən, nədir bu? Belə deyək də, 12 ilə 15 yıxsa aparam. 3-ə burada 5 qalır. Burada 4 qalır. 5 ilə də 65 bölünür. Burada 13 qalır. 4-ə 13-ə vuranda cavabın 52 olduğunu görərsən. Cavablarda da 52 verilib. Və axırıncı sualın cavabı səhv verilib. 4 ola bilməz heç vaxt. Özünüzdə fikirləşin də. Yəni bu fiqurdan burada çoxdur. 4 ola bilməz. Cavablarda 4 verilib məncə. İndi baxaq. Deməli, sən baxırsan birinci bu 6 bucaqlıya. 6 bucaqlının içində, baxın, bir dənə bu formada var. Həmin bu fiqurdan. Bir dənə bu formada var. Bir dənə də bu formada var. 3 dənədir. Yəni, burada 6 bucaqların sayı 1, 2, 3 götürür çoxu. Bir dənə də mərkəzdə var axı. Baxın, 6 bucaqlı bir dənə burada, bir dənə mərkəzdə, bir dənə burada və bir dənə burada.
Olacaq nə qədər? Bir dənəsində həmin bu fiqurdan 3 dənə idi. Onda olacaq 4 vur 3. Hə, indi bir dəqiqə. Cavabı 12 götürən də var. Amma 12 deyil. 12-dən çoxdur. Niyə? Əlavə o fiqurdan fikir verin, burada da var, bax. Bir bu yanda. Bir bu yanda, baxın həmin fiqurdur. Bir də baxın burada. Bu ikisi. Əlavə də üzərinə həmin o 3-ü də gələcək. 12, 3, 15 cavabı olmuş olacaq. 50-ci sualın cavabı məncə 15-dir. Hələlik bu qədər. Diqqətinizə görə minnətdarım.